Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir sualın 3 müxtəlif üsulu ilə izahına baxaq. Bizə deyir ki, limit x yaxınlaşarkən 0-a arctangens 2x bölünsün x. Limiti hesablamaq tələb olunur. X-in yerinə 0 qoyarkən biz görürük ki, olur arctangens 0 bölünsün 0. Arctangens 0-ı 0-da alır. 0 bölünsün 0. Qeyri-müəyyənlik alınır. Bunun birinci yolu, mən bunu birinci görkəmli limit ilə yazacağım. Yazıram ki, limit x yaxınlaşarkən 0-a arctangens 2x bölünsün x. Burada birinci görkəmli limitdə bir şey bilmək lazımdır ki, limit x yaxınlaşarkən 0-a arctangens ax bölünsün x bizə verir a-nı. İndi burada da bax fikir ver. X-in əmsalı nədir? X-in əmsalı 2-dir. Bu bizə nə verəcək? Bu bizə verəcək 2. Deməli, sualın cavabı olacaq 2. Bu birinci yol. İkinci yol törəmə vasitəsilə, yəni ki, L'Hopital qaydası ilə limit x yaxınlaşarkən 0-a 0 bölü 0 qeyri-müəyyənlik alındığı üçün sürət və məxrəcin törəməsini tapmaq lazımdır. Arctangens 2x-in törəməsi bölünsün x-in törəməsi. Bax belə. Xatırlatma eləyək ki, arctangensin törəməsi fx bərabərdir. Arctangens x funksiyasının törəməsi f'(x) bərabərdir 1 bölünsün 1 plus x-in kvadrat. Burada da indi deməli olacaq, nə olacaq? Gəlin belə eləyək, bunu çəkək bura. 1 bölünsün 1 plus argument nədir? 2x kvadratı eləyəcək 4x-in kvadratı. Mürəkkəb funksiya olduğu üçün 2x-in də törəməsinə vuracam. Bölünsün, x-in də törəməsi eləyəcək 1. X-in törəməsi eləyəcək nə? X-in törəməsi eləyəcək 1. Bu da nə eləyəcək? Bu da eləyəcək. Buradan yazaq. Limit x yaxınlaşarkən 0-a 2x, daha doğrusu 2x-in törəməsi 2 bölünsün 1 plus 4x-in kvadrat. İndi x-in yerinə aparıb 0 yaza bilərəm. 0 yazanda olacaq 2 bölünsün 1 plus 4 vurulsun 0. Bu da eləyəcək yenə 2. Bu oldu ikinci yol. Üçüncü yol isə Taylor sırasının köməyi ilə yazacağım. İlk öncə biz gəlin limiti yazaq. Limit x yaxınlaşarkən 0-a arctangens 2x bölünsün x. Burada arctangens 2x-in Taylor düsturunu bilmək lazımdır. Bu bərabərdir cəm. Gəlin yazaq cəm. N bərabərdir 0-dan sonsuzluğa. N bərabərdir 0-dan sonsuzluğa. Mənfi 1 üzərində n vurulsun 2 üstündə 2n plus 1 vuraq x üstündə 2n plus 1 və bir də bölünsün nə var? 2n plus 1. Riyazi analizdən bu bizə məlumdur. Bundan istifadə eləyərək bax bu sürətdəki arctangens 2x-i Taylor sırası ilə açacaq. İndi gəlin burada bax bu belə eləyək. Bu cəmi hesablamağa çalışaq. Bir qismini hesablamağa çalışaq. Gəlin n bərabər 0 olduğu halda, n bərabər 0 olduğu halda verilən ifadəni hesablayaq. N bərabər 0 üçün deməli nə olacaq? Olacaq mənfi 1 üstü 0 vurulsun 2 üstündə 2 vur 0 plus 1 vurulsun x üstündə 2 vur 0 plus 1
bölünsün 2 vur 0 plus 1. Buradan nə eləyir? Burada eləyir deməli 2x bölünsün 1. Bu eləyəcək bizə 2x. Deməli, n bərabər 0 olanda olur 2x. Aha. N bərabər 1 üçün yazsam, olacaq mənfi 1 üzərində 1 vurulsun 2 üstündə 2 plus 1 vurulsun 2, daha doğrusu x üzərində 2 plus 1 bölünsün, olacaq nə? 2 plus 1. Bu da nə eləyəcək? Bu da eləyəcək mənfi 8 x kubu böl 3. Aha. N bərabər 2 olanda hesablasam, olacaq mənfi 1'in kvadratı vurulsun 2 üstündə, deməli 2 2'nin 4 plus 1 5 vurulsun x üstündə 5 bölünsün 5. Bu bizə nə eləyəcək? Bu bizə eləyəcək 32 x üstü 5 bölünsün 5. Davam eləyək. Sonsuza qədər hesablamayacağım. Əlbəttə, n'in 3 və yaxud da 4 qiyməti kifayət eləyir. N bərabər 3 olduğu halda mənfi 1'in kubu vurulsun 2 üstü 7 vuraq x üstü 7 bölünsün 7. Buradan da nə eləyir? Mənfi 128 x üstü 7 bölünsün 7. Bax belə. Bu bizə kifayət eləyir. İndi bunların cəmi bizə lazımdır. Deməli, biz nə yazdıq? Biz yazdıq ki, arktangens 2x bərabərdir. Deməli, 2x çıxılsın. Bax bu. 8x kubu böl 3. 8x kubu böl 3. Üzərinə gəlinsin 32 x üstü 5 x üstü 5 bölünsün 5 çıxaq 128 x üzəri 7 bölünsün 7 və bu sonsuz şəkildə davam eləyir. Üzərinə gəlinsin nöqtələr. Bax belə. Bu oldu bizdə arktangens 2x'in Taylor sırasının açılışı. Gətirib yazıram. Limit x yaxınlaşarkən 0'a. Arktangens 2x sürətli olduğu üçün yazıram 2x çıxaq 8x kubu böl 3 üzərinə gəlinsin 32 x üstü 5 bölünsün 5 çıxaq 128 x üzəri 7 bölünsün 7 üzərinə gəlinsin nöqtələr. Və bölünsün, limitdə məxrəcdə də bizdə bir x var idi. Bu x-də olduğu kimi qalsın. Aha, indi burada. Bax, fikir ver. Bu kəsri. Bölmə əməli aparmaq lazımdır burada. Yəni, burada bax, 2x'i böləcəm x-a, çıxaq 8x kubu bölünsün 3x'i, bölünsün 3'ü böləcəm x-a, üzərinə gəlirsin 32 x üstü 5 bölünsün 5'i böləcəm x-a, çıxaq 128 x üzəri 7 böl 7'ni böləcəm x-a. Və bu sonsuz sayda davam eləyəcək dediyim kimi. Böləndə nə olur? Bax, böləndə 2x x-ə böləndə gedir. X'in kubu ilə bu x gedir. X üstü 5 ilə x gedir. X üzəri 7 ilə x gedir və bunlar belə sonsuz şəkildə gedəcək. Yekunda nə qalacaq? Qalacaq limit x yaxınlaşarkən 0'a 2 çıxaq 8x kvadratı böl 3 üzərinə gəlinsin 32 x üstü 4 böl 5. Sonra nə olacaq? Çıxılsın 128 x üzəri 6 bölünsün 7 və nöqtələr. İndi burada gördüyümüz kimi heç bir kəsilməzlik olmadığı halda aparıb biz x-in yerinə 0 qoya bilərik. X-in yerinə 0 qoyanda olacaq 2 çıxaq 0
2 çıxaq 0 bölü 3. Üzərinə gəlinsin 0 bölü 5. Çıxaq 0 bölü 7. 0 bölü 7. Üzərinə gəlinsin nöqtələr. Və bunlar hamısı 0 eləyəcək. Yekunda nə qalacaq bir dənə burada? Yekunda bir dənə burada qalacaq 2. Deməli, hər 3 yolda, hər 3 üsulla bu limitin cavabı nəyə bərabərdir? Bu limitin cavabı bizdə 2-yə bərabərdir. Yəni bunun cavabı nədir? Bunun cavabı 2-dir. Bax belə. Sağ olun.